Əgər yer üzündəki bütün ağaclar qələm olsaydı, dəniz də mürəkkəb olub ardından ona 7 dəniz də qatılsaydı, yenə də Allahın sözləri qurtarmazdı. Həqiqətən Allah qüdrətlidir, müdrikdir. Sizi yaratmaq və diriltmək ancaq bir adamı yaratmaq və diriltmək kimidir. Həqiqətən Allah eşidəndir, görəndir. Məyər Allahın gecəni gündüzə, gündüzü də gecəyə qatdığını, müəyyən olunmuş vaxtadək hərəkət edən günəşi və ayı qoyduğu qanunlarına ram etdiyini, üstəlik Allahın nə etdiklərinizdən xəbərdar olduğunu görmürsənmi? Bu belədir. Çünki Allah haqdır. Kafirlərin ondan başqa ibadət etdikləri isə batil bütlərdir. Həqiqətən Allah ən ucadır, ən böyükdür.